Əgər sən bir adama nəsihət edirsənsə və sənin bu nəsihətin sayəsində və yaxud da nəsihət səbəbi ilə fitnə yaranırsa, burada iki tərəf var. Birinci tərəf odur ki, ola bilsin ki, sən hikmətsizlik eləyirsən. Ola bilsin ki, səndə dəvətdə hikmət çatışmır. Ona görə çalış sən, hikmət öyrən və yaxud da o üslubu elm əhli ərz elə ki, gör bu üslubda dəvət eləmək münasibdirmi? Bu, səni tərəfə, dəvət eləyənə tərəfə aiddir bu. İkinci tərəf də dəvət olunana. Əgər ona o adam hikmətlə dəvət olunursa, lakin o adam onu qəbul eləmirsə, ya kibirindən, ya özünü bəyənməyindən, ya ucubundan və yaxud da müəyyən səbəblərdən bu onun problemidir. Belə olduğu halda həmin insana nəsihətdə davamlı olmalısan. Hətta söz-söhbət çıxartsa və yaxud da səni dəf eləməyə çalışsa belə. Sən nəsihətdə davam eləyinin. Çünki bizim üzərimizə düşən bir müsəlman kimi nəsihət etməkdir. İnsanların qəlbinə hidayət etmək deyil. İnnəkə lə təhdi mən əhbəbtə və ləkinnəllah yəhdi mən yeşə. Sən istədiyini doğru yola hidayət edə bilmərsən, Allahdır istədiyini doğru yola hidayət edən. Allah Azze ve Celle başqa bir ayədə buyurur, sən xatırlat, sən sadəcə xatırladansan. Ləstə aleyhim bi musaytir, sən onların üzərində ağa deyilsən. Başqa bir ayədə Allah Teala buyurur, və mə aleykə illəl bələğ, sənin üzərinə düşən, ey Peyğəmbər, sadəcə çatdırmaqdır, insanları məlumatlandırmaqdır. Hidayət Allahın əlindədir, qardaşlar. Qardaşlar, hidayət Allahın əlindədir. Biz bir müsəlman kimi gözəl əxlaqla, gözəl tərbiyə ilə, dəlillə, kitabla, sünnə ilə insanlara haqqı çatdırmağa çalışmalıyıq. Əlimizdən gəldiyimiz qədər. Qaldı onlar qəbul eləmir, onlar rədd eləyir, bu onların xətrinə dəyir. Biz bu məsələyə müdaxilə eləmirik. Qəlblər Allahın əlindədir. Bizə lazım olan ixlasla onlara tövsiyə eləməkdir və salam. İxlasla.com saytı tərəfindən təqdim olundu.